Salam dostlar, video başlamağı unutmuşam deyə belə prosta bir video qoydum. Kahvaltı olaraq görürsüz burada kalbasaları kalp şəklində kəsdim. Yağ, pendir, sonra qaymaq, bal qaymaq eləmək üçün və simidlə çay var səhər yeməyimizdə. Salam, biz indi İsmayıllıdayıq. Bugün Qəbələdə 1 iyuna görə Qəbələdə 13 yaşdan balacalara pulsuzlar pulsuzdur. Zачем нам переплачивать, когда вот сюда мы... So biz bayaqdan yemək yedik, amma çəkməyi unutmuşam. İndi belə bir şey yeyəcəyik. Belə acıq da oxşur, içiyorsunuz. Çikolatalı. Dostlar biz burada 4 idi ya, yoksa 5 idi. 5 saat yolculuktan sonra da çatmışıq Qəbələyə. Saat 1 idi, 1:40 idi, 10:40. Çatmışıq. Görürsünüz burada böyle farklı karuseller var. Və biz ilk olaraq da buna mindik. Burada sıra var idi. Burada da bayaqkində onu çəkməyə çalışmışdıq. Burada isə dönmə dolapa minmişdik. Görürsünüz. Yaxşı idi, amma çox isti idi dostlar dönmə dolap. O birisi də yaşaydı. Heç qorxulu değildi məncə bundan qabaqki mindiyimizdə. Amma bu çox bezinyaş idi biraz. Böyle biraz tez keçdi. Elə bir şey vaxt 1 dəqiqə oldu oturmamız. 1 dəqiqə bitdi. Ha, böyle çok isti olmasaydı, belki içinde böyle hava kimi bir şey olsaydı ya pəncərə də ola bilər, yaxşı ola bilərdi. Burada da böyle ətrafı gördük, sonra gördük karting var, getdik kartingə. Amma kartingdə də dostlar şeydi, bacıma koydular. Amma bizim yaşımız çatmır deyə bizə qoymadılar. Hələ biz buna minəndə bacım da başqa şey minmişdi. De burada görürsünüz. Bacım neçə idi unutmuşam ya da neçə vaxt üstündən keçib müəllimdə paylaşıram. Əslində bir gün axşam paylaşmaq istedim, amma vaxt olmadı heç. Deyə bacım orada sürür, görürsünüz başında kaskla. Bilmirəm da görürsə yox. Dayan deyəcəm. Deyə budur. Arkadaşlar mükemmeldi. Çok mükemmel. Burada da biz belə yerlənçələr var idi. Bunlara mindik. Üçümüz mindik. Mən, bacım, kuzenim. Maraqlıydı amma biz bura minəndə düşündülər ki, bizim yaşımız 13 yaşdan balaca deyil və sonradan da düşən vaxtı da kuzenimə deyirlər ki, indi deyirsən yaman aldatdın məni. Hə, belə deyirlər kuzenimə, amma əslində də oradan da kuzenimin yaşı vəbşan 12-dir. Mənimki də 13-dür, 14 olacaq. O da hansı məndən soruşur ki, sənin neçə yaşın var? Mən də 2011-liyəm deyirəm. O deyir ki, 14 yaşı var. Mən deyirəm, 14 olacaq. O da belə sifətlər edir, sonradan da yaman aldatdın, hə məni. Hansı böyle sözlər deyir. Amma yenə də bu da maraqlıdır. Amma o qədər sıra var dostlar. Biz onu öyle özümüz başqa bir şey minəndə, qatara minəndə mamanın göndərdiyi bura ki, sırada özləsin. Sonradan da qardaşım da minmək istirdi, amma 10 yaşdan balacalar olmaz deyə minmədi. Sonra bizim itimiz Markus kimi kardeşim boynundan tutup apardılar. Boynundan tutma, yani boynundan deyəndə çiynindən tutdular, apardılar. Dostlar, biz indi maşındayıq. Saat 9'du, saat 8'de maşına gəlmişdik burada. Nələrdə mindiyimizi onu sizə görmüşdünüz. Məncə gözəl keçdi, amma ayaqlarımız çox qırıldı.